Rəbbimizin qısa, gözəl adları. Bu adlarla çoxlu dua edək. Birinci nədir? Əl-Muheymin, ya Muheymin. Bu ad Quran-ı Kərimdə bir dəfə keçir. Muheymin nə deməkdir? Yəni, yenilməz qüvvət sahibi, iradəsini keçirən. Həşr surəsi 59-cu ayə. Muheymin, yəni o hər bir işin və niyyətlərin gizlilərini bilən, hər şeyi əhatə edən və tam bilən, yaratdıqlarının əməl və hərəkətlərində müşahidə edən, onlardan heç nə gizli qalmayan Allahdır. Yer üzündə və göylərdə heç bir şey, hətta bir zərrə belə ondan gizli qalmaz. Bu adla Allaha yaxınlaş. Ya Muheymin, sən hər şeyi bilənsən. Sıxıntımı aradan qaldır. İkinci, Əl-Muhid, ya Muhid. Quran-ı Kərimdə bir yerdə keçir. Həqiqətən Allah hər şeyi əhatə etmişdir. Nisa surəsi. Bu gözəl adla Allah hər şeyi bilmək qabiliyyətini, hər işə və hər niyyətə şahid olmasını və hər yerdəki hərəkət və hadisələrə nəzər etməsi ifadə edir. Ya Muhid. Bu ad Allahın hər şeyi tam əhatə etdiyini, hər bir işə tam nəzarət etdiyini, heç bir şeyin onun elmi, qüdrəti və qüdrətindən kənarda olmadığını göstərir. Yəni, bu adından deyirsən ki, ya Muhid, hər şeyi əhatə edən Rəbbim, sıxıntılarım aradan qaldır. Allah hər şeyi öz elmi ilə əhatə etmişdir. Allah onların hər birini əhatə etmişdir və onların sayını bilir. Yəni, Allah yaratdığı hər şey onun elmi ilə tamamilə əhatə olunmuşdur. Yerdə və göydə heç bir zərrə onun elmi və qüdrətindən kənarda qalmır. O hər bir varlığı bilir, hər bir işə nəzarət edir. Heç nə onun üçün çətin deyil. Muhit adı. Sonra gəlir Əl-Muqit, ya Muqit. Nə demək Muqit? Ruzu verən. Allah nədir? Muqit, ruzu verəndir, deyir. Əl-Muqit, yəni hər bir mövcudata ruzusunu təmin etdiyini və onların ehtiyaclarını təmin etdiyini bildirir. Allah hər şeyi hikmət və mərhəməti ilə təmin edir. Allah da böyük və kiçik məxluqatın ruzusunu hər şeyi bilir, hər şeyi təmin edir. O hər bir yaradılmışa onun ehtiyacına uyğun şəkildə ruzu verir. Ya Muqit, ruzu verən. Demək ki, dua elə. Yer üzündə heç bir canlı ruzu Allahın üzərinə, yəni hər bir canlı altı ruzunu öz üzərinə götürmüşdür. Göydən və yerdən ruzunu kim təmin edir? Səba surəsi. Allah hər bir məxluqata ehtiyacına və təbiətinə uyğun olaraq ruzunu təyin edir. O ağaclardan, bitkilərdən, digər qaynaqlardan ruzu çıxardır və insanlara çatdırır. Allahın ruzun təmin olunmasındakı mükəmməl nizamını və qüdrətini göstərir. Yəni, ya Muqit, ruzumu bol eylə. Yəni, o, bütün canlıların ruzunu təmin edər. Hər bir ehtiyac ödəyən, hər şeyə nəzarət edən olduğunu bildirir. Əl-Muqit, Allah bütün yaratılan ruzu və qida təmin etməsi deməkdir, İbn Abbas buyurur. Bu, həmçinin həyatın davam etməsi üçün lazım olan bütün vasitələri və imkanları yaratmasını ifadə edir. Deyək, ya Muqit, ruzlərin və xeyirlərin çatdırılması Allahın əlində deyir. Yəni, bu addan Allahın eyninə dua et. Və sonra gəlir Əl-Vasi adı, ya Vasi. Yəni, hər şey əhatə edən və geniş. Quranda bir neçə yerdə gəlir. Allah hər şeyi elmi ilə əhatə etmişdir. Şübhəsiz ki, Allah genişdir. Yəni, nemətləri genişdir. Əl-Vasi hər şeyi biləndir. Yəni, Əl-Vasi adı Allahın sifətləri və adlarının genişliyini və əhatəsini bildirir. Allahın böyüklüyü, mərhəməti, qüdrəti və səxavəti hər şeyi əhatə edir. Allah, yəni, özündən başqa heç bir şeyə möhtac deyil. Allah heç nəyə möhtac deyil. Lakin hər kəs ona möhtacdır. Rəbbimiz elmi ilə hər şey əhatə edir. Əl-Vasi adı. Allahın mərhəməti və elmi hər şey əhatə edir. Yəni, ya Vasi, hər şey əhatə edən elmi ilə, ruzi ilə istəklərimi ver. Ona görə nədir? Əl-Vasi adı Allahın sonsuz mərhəməti, elmini və qüdrətini ifadə edir. Allah hər şey elmi və mərhəməti ilə əhatə etmişdir. Yəni, bu ad insanın Allahın mərhəmətinə güvənərək ona təvəkkül etməsini və hər şeydə Allahın böyüklüyünü dərk etməsini xatırladır. Allah Teala geniş, bağışlayandır. Allah genişdir, biləndir hər bir şeyində. Allahın mərhəməti və bağışlaması genişdir. O hər kəsi bağışlamağa qadirdir. Çünki onun əfv etməsi və lütfi sonsuzdur. Allah Teala buyurur, ey özlərinə zülm etmiş qollarım, Allahın mərhəmətindən ümidsiz olmayın. Çünki Allah bütün günahları bağışlayır. Allahın tövbə qapısı hər zaman açıqdır. Onun bağışlanması bütün günahları əhatə edir. Allahın geniş mərhəməti və asanlaşdırması. Allah buyurur, Allah üçün çətinlik deyil,
Allah sizin üçün çətin deyil, rahatlıq istəyir. Əl-Vasi, yəni onun yaratdıqları üzərindəki mərhəmətinin və əffinin genişliyini göstərir. Allahın bəndələrinə olan lütfü asanlaşdırması. Ona görə ki, ya Muheymin. Bu adları dördü bir yerdə qeyd edilir. Nəyə görə? Çünki hamısı bir-birinə yaxın adlardır. Ya Muheymin, ya Muhid, ya Muqid, ya Vasi. Dördünün də adını çək və Allaha dua elə.